Mən gəncəm, bilirəm, istiqbalım var, hələ bədir olmamış bir hilalım var deyən, amma cəmi 29 yaşında güllələnəm Mikail Müşfiq. 1908-ci ildə Bakıda Dağlı məhəlləsində Ziyalı Mirzə Əbdülqədirin ailəsində anadan olub. Əslən xızlı olan ailədə Müşfiq 4-cü uşaq idi. 6 aylıq olanda anası Züleyxa dünyasını dəyişir. Müşfiq 3 yaşına kimi xızıda süd anası Səfiyyənin himayəsində qalır. 6 yaşı olanda 46 yaşlı atası da dünyasına dəyişir. Bundan sonra uşaqların çətin günləri başlayır. Müşfiq küçədə siqaret satır. Şeirə maraqlı olduğu üçün şeirlər deyirdi. Əvvəlcə Rus-Azərbaycan məktəbində, 1927-ci illərdə Bakı Darül Müəllimində, 1927-31-ci illərdə isə Pedaqoji İnstitutda təhsil alır. Müşfiqin Bir Gün adlı ilk şeiri 1926-cı ildə, Küləklər adlı ilk kitabı 1930-cu ildə çap olunur. 1932-ci ildən yaradıcılığının ən məhsuldar dövrləri başlayır. Kitablar çıxarır, həm də tərcüməçilikdə məşğul olurdu. 7 ildən çox Bakı məktəblərində dərs deyir. 1931-ci ildə institutun buraxılış gecəsində Dilbərlə tanış olur. 1933-cü ildə onlar ailə qururlar. 1934-cü ildə dünyaya gələn oğlu Yalçın dünyasını dəyişir. Bundan sonra Müşfiqdə daxili sarsıntılar başlayır. Çətin günlərdə ona dostları dəstək olur. 1929-cu ildə tarın bir musiqi aləti kimi öyrənilməsi ləğv ediləndə Süleyman Rüstəmin "Oxuma tar, səni sevmir proletar" sözlərinə Müşfiq belə cavab verir: "Oxu tar, səni kim unudar?" Azərbaycan Yazıçılarının Asosiasiyası yaradılanda Müşfiqin buraya seçilməsi bəzi yazıçıları, Müşfiqin düşmənlərini narahat edirdi. Sovet hakimiyyətinin 15 illiyi ilə əlaqədar keçirilən yaradıcılıq müsabiqəsində 74 əsər arasında Müşfiqin Səhər poemasının ilk yeri tutması Müşfiqə qarşı paxıllıq hissini daha da artırır. Hüseyn Cavid ona "Sənin üçün qorxuram, sən od alovsan, özün özünü yandıracaqsan" deyirdi. 1934-cü ildə Yazıçılar İttifaqına üzv seçilən Müşfiqə ev verilir. Şairə göz aydınlığı vermək üçün xeyli yazıçı onun yeni evinə gəlir. Abdullah Şaiq məclisdə Müşfiqə ehtiyatlı olmasını tapşırır. Bundan sonra Yazıçılar İttifaqının plenyumunda, dövrü mətbuatda Müşfiqlə bağlı kəskin, qərəzli, təhqiramiz fikirlər səsləndirilir. Onu Xırda Buzlar şairi adlandırırlar. Yazıçılar İttifaqının yığıncağında Seyfullah Şamilov Səməndər şeirinə görə Müşfiqi tənqid edir. Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, amma bizim Sovet quruluşu ilə, Sovet qəhrəmanları ilə maraqlanmır. Şair Mikail Rzaquluzadə Müşfiqi Stalin şeirinə görə tənqid edir. Onu rus dilini yaxşı bilməməkdə, köhnə kitablar oxumaqda günahlandırır. Məmməd Rahim Müşfiqi zahirən Sovet şairi, proletariata sadiq olmayan biri adlandırırdı. Gecə heç yata bilmirdi, yazırdı. Sonra mən dəhşətli yuxu gördüm. Yuxuda gördüm ki, Müşfiqə gəlib məndən ayrılır, mən də ağlayıram, amma Müşfiq yatmamışdır. Birdən-birə elə yuxuda, bir də elə ağlaya-ağlaya yuxudan ayrılanda Müşfiq yanımda gördüm. Dedi, Dilbər nə olubsa? Dedim, Müşfiq dəhşətli yuxular görürdüm, yuxuda görürdüm ki, sən aparırlar, məndən ayrılır. Müşfiq özünü ələ aldı, gəldi mənim yanımda oturdu. Başladı bana təsəlli verməyə. Sonra bu şeirini dedi, bir qara buludam uca göylərdə, bu şair baxdımla bizim Bu qara baxdımla bizim ellərdə. Sən için ağlarsa mən dura yerdə, nərgiz gözlərini yaşını qurban. Bunlar Müşfiqin sonunu yaxınlaşdırırdı. 27 may 1937-ci ildə NKVD-nin Müşfiq barədə tərtib etdiyi arayışda qeyd olunur. Müşfiq Müsavat Gənclər Təşkilatı ilə əlaqə saxlayır, partiya və hökumətin ünvanına böhtanlar yağdırır, Azərbaycanın öz azadlığı yoxdur, o Rusiyanın koloniyasında yaşayır deyərək xalqın arasında narazılıq yaratmaq niyyətindədir. İyunun 4-də doğum günündən bir gün öncə Müşfiqi evindən aparırlar. Evindən Türkiyədə, İranda nəşr edilən kitablar, əlyazmalar, fotoşəkillər və digər şəxsi əşyalar da aparılır.
Əl yazmaların içində Müşfiqin atasının şeir divanı, özünün şeirləri, mənzum dramı, məktubları da var idi. Bütün bu əşyalar 1937-ci ilin oktyabrında yandırılır. Müşfiq həbsdə olduğu müddətdə ağır işgəncələrə məruz qalır. Onun sağ əlinin barmaqlarını qırır, dırnaqlarını çıxarırlar. Buna səbəb həbsdən 2-3 ay öncə Ayna Sultanova Müşfiqi yanına çağıranda artıq Cavidi itiririk. Onun əleyhinə 2-3 yazı yaz, səni xilas edək sözlərinə Müşfiqin mənim sağ əlim Cavidin əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram deməsi idi. İstintaqı kapitan Lev Çinman və general Yemelyanov aparırdı. Onlar Müşfiqin təhlükəli cinayətkar olduğunu deyirdilər. Yemelyanov Moskvaya Xalq Daxili İşlər Komissarı Yejovada telegram göndərərək dövlət sirlərini satan Müşfiqi Moskvaya göndərməyi təklif edir. Onu həm də millətçi pedaqoq Şükürlü ilə əlaqədə günahlandırır, Şükürlünün Müşfiqi müsavata cəlb etdiyini deyirdilər. Şükürlü Müşfiqin bacısı Balaca xanımın həyat yoldaşı idi. Müşfiqə iftiralar atmaqla cinayətlərini artırmaq, bağrını da Müşfiqə qarşı çıxarmağa səy göstərirdilər. Şairin ilk istintaqı iyunun 5-də, doğum günündə baş tutur. NKVD də ömrünün son günlərini yaşayan şair Hacı Kərim Sanılıya təzyiq göstərir və Hacı Kərim məcbur olaraq belə ifadə verir. Müşfiq qatı millətçi olub, hər dəfə mənim iştirak etdiyim iclaslarda deyirdi. Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınır. Müşfiq həbsdə olduğu müddətdə özünü sakit, ciddi və ali cənab aparsa da, Ağasəlim Atakişiyev Bağırova müraciət edir. Məhbus özünü yaxşı aparmır, mahnı oxuyur və oxuduğu mahnı da sizi və dövləti söyür. Bundan sonra Müşfiqi təhlükəli cinayətkar kimi xüsusi şöbənin sərəncamına verirlər. Bu şöbənin sərəncamına verilən məhbuslar 5 gün ərzində güllələnirdi. 1938-ci il yanvarın 4-də NKVD-nin rəhbər işçilərindən olan Xoren Qriqoryan Çinmana xəbər göndərir ki, 1109 nömrəli məhbusun, yəni Müşfiqin işi yekunlaşdırılsın. Onların içində Hökumət Sultanova durur Müşfiqi müdafiə edir. Müşfiq dedi ki, doğrudan da aslan erkək işçi yoxdur. Heç kim deyə durub bir söz deyəmədi, amma Hökumət Sultanova məni müdafiə elədi, sonra da başqaları başladı. Belə nahaq tənqidlər Müşfiqə çox təsir edirdi. 1938-ci il yanvarın 5-də şairin sonuncu məhkəməsi baş tutur. 20 dəqiqə çəkən məhkəmə güllələnmə hökmü çıxarır. Bir gün sonra 29 yaşlı Müşfiq güllələnir. Bir versiyaya görə o elə həbsxana kamerasında güllələnir. Cənazəsi palaza bürünür. Çörək maşınında naməlum istiqamətə aparılır. Harada dəfn olunduğu bilinmir. Digər versiyaya görə isə o Nargin adasında güllələnir və dənizə atılır. Müşfiqdən sonra ailənin də faciəli günləri başlayır. Həyat yoldaşı Dilbər də həbs olunur. Ağır işgəncələrə məruz qalır. Tək adamlıq kameraya yerləşdirilir. O, kameraya yaxınlaşan adamların ayaq səsini eşidəndə çarpayının altında gizlənirdi. Əsəbləri pozulduğu üçün xəstəxanaya yerləşdirilir. 1939-cu ilin martında xəstəliyi ilə əlaqədar azadlığa buraxılır. Gəncədə yaşayaraq orada müəllimlik edir. 1990-cı ildə əsəb pozğunluğu və şəkər xəstəliyindən dünyasını dəyişir. Müşfiqin bacısı Balaca xanım 6 il müddətinə həbs edilir və Arxangelska göndərilir. 1948-ci ildə ölkəyə qayıtmasına icazə edilir. Böyük bacısı Böyük xanım həbs edilən zaman benzin tökərək özünü yandırır. Bir versiyaya görə Müşfiqin qardaşı Qazaxıstana sürgün edilir. Digər versiyaya görə isə o ad və soyadını dəyişərək Lənkəranda yaşayıb və gənc yaşda vəfat edib. 1956-cı il mayın 23-də ölümündən 18 il sonra Müşfiqə bəraət verilir. Qərar verilir ki, onun yaxınlarına şairin müsadirə edilmiş mülkü və ya mülkünün dəyəri qaytarılsın. Bacısı Balaca xanım bundan imtina edir. Müşfiq bəraət aldıqdan illər sonra Dilbər xanıma bir məktub gəlir. Məktubda Müşfiqin güllələnmədiyi 1939-cu ildə Mərəcədə vəfat etdiyi yazılmışdır.
Bir neçə il öncə Pota qəsəbəsində qazıntı işləri aparılan zaman Müşfiqin qalıqlarının tapıldığı xəbərlər yayılır. Həmin qalıqlar Londona ekspertizaya göndərilir. Amma ekspertizanın nəticəsi ilə bağlı hələ ki məlumat yoxdur. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə Mikail Müşfiqin 100 və 110 illiyi xüsusi ehtiramla qeyd edilir. Əziz izləyicilər, əgər bu cür tarixi həqiqətlər, unudulmuş taleylər və Azərbaycan ədəbiyyatının böyük simaları haqqında videoları izləməyi sevirsinizsə, kanala dəstək olmağı unutmayın.